Kurs seçməmişdən əvvəl necə seçildiyini öyrən. Diqqətlə qulaq as. Mən danışım, sən özün qərar ver. Mən Salatın 15 il musiqi təhsili aldıqdan sonra özümü yeni bir sahədə sınamağa qərar verdim. Biznesə, marketinqə, nəsə alıb satmağa həmişə marağım olub. Bu arzumu gerçəkləşdirmək üçün isə marketinq sahəsinə yönəlməyə qərar verdim. Hazırda magistr səviyyəsində marketinq ixtisası üzrə təhsil alıram və paralel olaraq qrup yoldaşımın tövsiyəsi ilə Elvin müəllimin digital marketinq kursuna yazılmağa qərar verdim. Elə ilk aydan praktikaya başlayanda nə qədər doğru yerdə olduğumun fərqinə vardım. İlk Facebook praktikamda müəllimin 102 manatını, daha sonra Google praktikasında isə 70 manata yaxın büdcəni boşundan xərcləmiş oldum. Nəticədə isə reklam batmış oldu. Pis olmağa yenicə başlamışdım ki, müəllimin motivasiyası məni özümə qaytardı. Bu büdcəni onsuz da sizə xərcləmək üçün veririk deyəndən sonra rahatladım və növbəti reklamlarda daha uğurlu nəticələr almağa başladıq. Məncə kursun elə ən müsbət cəhəti budur. Çünki öz cibimizdən xərcləmədən müəllimin büdcəsindən istifadə edərək praktika edirdik. Praktikalarda öyrəndiklərim sayəsində artıq reklamları daha effektiv idarə edirəm. Azərbaycanda bir neçə illik digitalçıların yarada bilmədiyi Google reklamları yaradıram. Sən də kurs seçəndə bax gör müəllim sizə nə qədər praktika üçün pul ayırır. Nə qədər sizi motivasiya edir, nə qədər sizinlə söhbət edib sizi əmək bazarına hazırlayır. Hər şey texniki biliklərlə bitmir. Əmək bazarına hazır olmaq üçün sizə həmişə sizin yanınızda duracaq mentor lazımdır. Necə ki, qrup yoldaşım şiddətlə tövsiyə görmüşdü bu kursu, mən də eyni ilə sizə şiddətlə tövsiyə edirəm. Gəlin müəllimin pulunu xərcləyin.